İranın növbəti liderinin seçilməsində şəxsən iştirak etməliyəm. Xəbərlər.net Axaraza istinadən bildirir ki, bu sözləri ABŞ prezidenti Donald Trump İranın ali liderinin seçilməsi ilə bağlı Axios-a müsahibəsində deyib. Trump İranın öldürülmüş ali lideri Əli Xamneyinin oğlu Müçtəba Xamneyinin ən çox ehtimal olunan varis olduğunu etiraf edib. Lakin belə bir nəticənin qəbul edilməz olduğunu bildirib. Onlar vaxtlarını boşa sərf edirlər. Xamneyinin oğlu yüngül çəkilidir. Mən bu təyinatda iştirak eləməliyəm. Venezuelada DC-lə olduğum kimi. O əlavə edib ki, Xamneyinin siyasətini davam etdirəcək yeni İran liderini qəbul etməyəcək. Çünki bu, ABŞ-ni 5 ildən sonra müharibəyə qayıtmağa məcbur edəcək. Xamneyinin oğlu mənim üçün qəbul edilməzdi. Biz İrana harmoniya və sülh gətirəcək birini istəyirik. Qeyd edək ki, Müçtəba Xamneyinin yeni ali lider seçildiyi haqda məlumat yayılmışdı, lakin İran rəsmi mediası seçkilərin davam etdiyini və hələ ali liderin seçilmədiyini açıqlamışdı. Ötən gün ali liderin seçilmək üzrə olduğu bildirilsə də, hələ də qərar elan edilməyib.